Azərtifaqda 1-ci mərtəbə. Satlıq ev istəyirsinizsə, bəli var. Azərtifaqda 1-ci mərtəbədə 3 otaqlı mənzil satılır. Qiyməti 77.000 manata. Əlavələr də var. 2-ci mərtəbədə 3 otaqlı mənzil. Qiymət 87.000 manata. Ayrı biri də var. 3 otaqlı mənzil. Qiymət 2-ci mərtəbədədir. Qiymət 118.000. Tam ideal təmir. Azərtifaqda Mələk xanım. Dediklərim hamısı İslam, sizə də dedim. 3 otaqlı tam təmirlisi də var, təmiri zəif olan da var. Qiymətlər 77.000-ə, 87.000-ə, 118.000-ə. 1-ci mərtəbənin qiyməti 77.000 manatdır. Yaxşı. Okey. Deməli, canlı vaxtı zəhmət olmasa hər bir yazılan, WhatsApp-a yazılan sualların hamısına cavab verəcəm. Bizi də zəhmət olmasa məni bir əzə gözləmək lazımdır ki, qoy mən təkrar baxım. Bildim, 185.000-ə Gülüstanda ev axtaran kim idi? 185.000-ə Gülüstandakı ev kim idi? 185.000-lik evi sorsan. Aqranın yaxınlığında bina evi neçəyə tapmaq olar? Aqranın yaxınlığında. Var. Qiymət 100.000 manata. Aqranın yaxınlığında 100.000-ə də var. Sonra 4 sotda yerləşir. Bir də var Aqranın yaxınlığında 500.000 manata. Deməli Aqran yaxınlıqda kira məsələsinizə həll elədiniz. 5-ci mikron 5 otaq 5-incisi tam təmirli əşyalı məsələmizi həll edərsiniz. Aydındır. Buradan izləyicilərimiz də oxuyur. 49 nəfərik. Əmlakla bağlı kimin nə sualı varsa da buyursun yazsın. Salam Brat. Aleyküsalam. Abuzər müəllim. Bizim daimi izləyicimiz. Hər vaxtın xeyir olsun. Əmlakla bağlı kimin nə sualı varsa da buyurun yazın. Krator. Mənim bir dənə canlıma yaz. Canlı yox. WhatsApp-a yaz. Krator. WhatsApp-a yaz. Səni gözləyirəm. WhatsApp-a yaz. Krator. WhatsApp-a yaz. Deməli, Azərtifaqdakı evləri təkrar deyirəm. Azərtifaqdakı satışda olan evlərim. 1-ci mərtəbədə 3 otaqlı mənzil 77.000 manata. 2-ci mərtəbədə 3 otaqlı mənzil 87.000 manat. Bir dənəsi də var. 2-ci mərtəbədə 3 otaq, tam təmir, super təmir, Euro təmir, əşyalı, ən ideal əşyalı. Qiymət 118.000 manat. Krator, WhatsApp-da gözləyirəm. Krator, WhatsApp-a bir şey yaz. Emin, axşamı xeyr Emin. 39 nəfəri. Zəhmət olmasa bir dənə canlımızı bəyənək. Ella xanım. Abuzər müəllim, Emin, nə bilim, bizim daimi izləyicilərimiz. Canlımızı bir dənə bəyənək mümkündürsə. Salam abi. Aleyküsalam Emin. Eminin evini də qoy deyək. Eminin evi 2 otaq, 3 otağa düzəlib. Qiymət 65.000 manat. Pasiokada. Elvin 3 yataq, 1 qonaq, 1 zal. Nəsə, mətbəx koridor sistem. Elvin, harda axtarırsan Elvin? Elə bir evi harda axtarırsan? Avtozavodda. Yox. Mən adı boyun ətər eləyim. Canlıda zəhmət olmasa zəng vurmayaq, ancaq yazı formasında. Başlığı oxumadın. Yox, başlıq ola bilər, düşmür Elvin. Yazılar biri düşür, biri düşmür. Kimin yazısı tam düşmürsə də zəhmət olmasa WhatsApp-a yaz qardaş. Elvin, WhatsApp-a yaz. Abuzər müəllim yazdı başdı. Başınız var olsun həmişə. Allah razı olsun. Qardaşlar, yoldaşlar, kimin yazısı düşmürsə də, kimin yazısı düşmürsə WhatsApp-la əlaqə saxlayaq. Elvin, başlıq oxumadım, ola bilər. Yazı düşməyib deyə oxumamışam. WhatsApp-la əlaqə yaradaq.
Əmlakla bağlı kimin nə sualı varsa da buyursun, yazsın. 50-55 minə ev axtaran yoldaş. Yaxşı, Elvin, buyur Elvin. Bir nəfər də yoldaş yazır ki, 50-55 min civarında şəhər içi mənzil yox, məhəllə evi, həyat evi axtarıram. 50-55 min civarında. İsmail Bağırov, WhatsApp-a yaz, görüm, nə yazırsan İsmail? Yazır ki, yoldaş, 50-55 min civarında həyat evi axtarıram. Şəhər içi. Kimdəsə elə bir ev varsa da buyursun, yazsın. Siz Trigorski'də nə? Jelinsiniz. Nə yazır? Gələnsiniz, jelin. J, bukva J. Hə, siz Trigorski'dən gələnsiniz. Bəli, biz burada yaşayansınız. Bizim imperial. Hə, neysə, deməli, əmlakla bağlı kimin, nə, sualı varsa da buyur. Elvin, yaz. Zəhmət olmasa, buyur qardaş, gözləyirəm. Abbasiyyətdə super təmir, ideal təmirdir. Ev, Euro təmir. Həqiqətən. Abuzər müəllim gülür, təşəkkürlər. Həmişə güləsiniz. Əmlakla bağlı kimin, nə, sualı varsa da buyursun, yazsın. Əmlakla bağlı. Nə, İsmail nə yazır? Tortu nə uzunluqda yazır? Tortu. İsmail nə yazır? Rahib, tort. Hə, nə zaman yiyəcək, artıq yoruldum göləməkdən Rahib. İsmail Bağırov, sən deyirsən ki, mən Almaniyada yaşayıram. Sən ha vaxt Gəncə şəhərinə gələrsənsə, mənim gözüm üstə sənə bir gözəl tort almağa hazıram. Buyur qaqam. Aha, bizim izləyicimiz nə atdı? Bizim izləyicimiz canlıda nə atdı? Nə atıb bizim izləyicimiz? Yazır ki, məndə gözəl qızıl var, satıram. Kimə belə gözəl qızıl lazımdırsa da deyir, zəhmət olmasa canlıda denən. Qızıl satıram. 1 qramı 142 manat, 142 manata deyir. 585 əyyarlı komplekt. Kiməsə elə bir qızıl da lazım olsa dosta yönləndirərik. Vüqar, salam Vüqar. Axşamın xeyir olsun. Ucuz versə alaram o qızılı. Qızılı ucuz versə alarsan. Ucuz versə, ucuz neçə idi? 142, 585 ayar idi. Deməli, bu ev neçədir? Bu ev neçədir? Qiyməti harca 100 mindən baha olacaqdır. Axşamınız xeyir, nətərsiniz? Tək yaxşı olasınız. İlk sənətdir bəli, amma sənətlərimizdə problem yoxdur, yəni dəyişmək. Bina evi hardadır? Zəhmət olmasa onun adı yardır və neçə otaqlıdır? Sənətdə problem yoxdur. Yəni formuta eləmək olar. Yəni o sırf bizim özümüzün sənətlərimizdə çıxartımıza qədər var. Zəhmət olmasa bina evini deyin, neçə otaq? Bina evimiz Yeni Gəncədə 5 mərtəbəli binanın 5-ci mərtəbəsi, 3 otaq, 4 otağa hazırlanıb. Qiymət 80 min manata deyilir, cüzi razılaşması var. Salam, Azad Fakta 2 otaq var. Fazil, bizdə ancaq hal-hazırda Azad Fakta olan evlər 3 otaqlı mənzillərdir. Azad Fakta kimdə 2 otaqlı mənzil satdıqda varsa da buyursun, yazsın. Bizdə olan evlər 3 otaqlı mənzillərimizdir qardaş. 2 otaqlımız satılıbdır. Sonra nə yazdılar? Vüqar, təzə nə var? Təzə işlə yoxdur hələ, Vüqar. Təzədən göstərin qızılı getdi tacı, bilmirəm, bu baxaram. Salam Rahib müəllim, necəsiz? Stadionun yanında